Deməli, kitabdakı ekariot hüceyrələrin ehtimal olunan təkamül sxemi haqqında, həmin o şəkil haqqında bir qədər izah vermək istəyirəm. Deməli, birinci baxaq ki, probiont nədir? Ümumiyyətlə biz bilirik ki, əvvəlcə qeyri-üzüm maddələrdən üzüm maddələri əmələ gəlib, yəni amin turşuları, sonra zülallar, daha sonra ikinci mərhələdə konservatlar əmələ gəlibdir. Konservatlar özlərini törətmə qabiliyyətinə biz bilirik ki, malik deyil idi. Konservatlardan sonra isə mutasiya etmə qabiliyyətinə malik olan, yəni özünü törətmə qabiliyyətinə malik olan ilkin orqanizmlər əmələ gəlmişdir. Yəni bunlar ilkin heterotrof orqanizmlər idi, virusa bənzər canlılar olmuşdu və bunlar da konservat damlalarla birləşərək ilkin heterotrof hüceyrəni probiontu əmələ gətirir. Bax, bu probiontu əmələ gətirir. İndi probiont özü 4 istiqamətdə təkamül edir. Baxaq. Demək, birinci istiqaməti budur. Görürsüz, spiroxetə oxşayan bakteriyadır. İkinci istiqaməti budur. Burada aerob bakteriyadır, oksidləşdiricidir. Üçüncü istiqaməti budur. Bu siyanobakteriyadır. Dördüncü istiqaməti budur. Kitabda bunu aerob bakteriya verib, ancaq bu olmalıdır anaerob xemosintez edici bakteriya. Dördüncü istiqamət baxırıq ki, görürsüz, buradan heç bir bizə lazım olmayacaq, gələcəkdə ekariot hüceyrənin inkişafı üçün lazım olmayacaq. Ona görə bu istiqamətə baxmayacağam və digərlərinə baxacağam. İndi şəkli bir qədər səliqəyə salaq və baxaq. Deməli, birinci baxaq ki, bax, probiont hüceyrə bir qədər, görürsüz, burada oxu çox qısa qoyubdur. Yəni, çox az təkamül eləyir, çox az dəyişiklik yaranır bunda və o DNT-yə malik anaerob heterotrof hüceyrəyə çevrilir. Yəni, bunda DNT yaranır, belə deyim, çox az istiqamətdə inkişafla. Və daha sonra nə olur? Daha sonra bu iki istiqamətdə deməli inkişaf edir. Birincisi, bitki, ekariot bitki hüceyrəsi yaranmalıdır ilkin. İkinci də ilkin ekariot heyvan hüceyrəsi yaranmalıdır. İlkin ekariot heyvan hüceyrəsinin yaranması üçün baxaq görək nə olur. Həmin bu probiontun bir qədər inkişaf etmiş forması bizə lazım olacaq. Bu, daha sonra onun tərkibində aerob bakteriya oksidləşdirici, görürsüz, bura daxil olur. Aerob oksidləşdirici bakteriya mitoxondriya çevrilir. Bu, bitki hüceyrəsində də var. Görürsüz, aerob bakteriya gedir, bitki hüceyrəsinə də gedir. Çünki bitki hüceyrəsində də mitoxondri var. Heyvan hüceyrəsində də var. Deməli, hər ikisində həmin bu probiontun az inkişaf etmiş forması, yəni nisbətən az inkişaf etmiş dedikdə, nisbətən bir qədər inkişaf edir. Yəni, görürsüz, burada oxun qısalığına baxanda çox az cüzi bir dəyişikliyə uğramaqla DNT-yə malik anaerob heterotrof orqanizmə çevrilir. Bu daxil olur. Daha sonra ona aerob bakteriya oksidləşdirici daxil olur və ilkin heterotrof, yəni ilkin ekariot, daha doğrusu heyvan hüceyrəsini əmələ gətirir. Baxın, bunu əmələ gətirir. Və buna eyni zamanda spiroxetə oxşar bakteriya da daxil olur ki, bu ona görədir ki, qamçısı olsun. Yəni, hərəkət etməsinə görədir. Eyni zamanda spiroxetə oxşar bakteriya ilkin bitki hüceyrəsinə də daxil olur. Bitki hüceyrəsində nə var? Yenə də bitki hüceyrəsinə baxsaq əgər, həmin bu DNT-yə malik anaerob heterotrofdur. Baxın, bax bu. Daha sonra deməli, həmin bu aerob oksidləşdirici, bir də əlavə olaraq siyanobakteriyadır. Çünki siyanobakteriya, baxın, burada xloroplastı əmələ gətirir bitki hüceyrəsində. Deməli, nəticədə bir dənə ilkin ekariot bitki hüceyrəsi, bir də ilkin ekariot heyvan hüceyrəsi yaranır. Sonrakı formada artıq, məsələn, bu ilkin bitki hüceyrəsi ibtidai, sonra ali bitkilərə başlanğıc verir. Heyvanda isə, deməli, həmin bu ilkin ekariot heyvan hüceyrəsində isə iki şaxə verir. Biri göbələklərə, biri isə heyvanlara. Bir də bu şəkildə qamçı vardır. Qamçı da, yəni odur ki, dibində sentriolu vardır. Bilirik ki, qamçı hərəkətə xidmət edir. Bu qədər, yəni bu şəklin mahiyyəti bundan ibarətdir. Düzdür, bir qədər, yəni bu şəklə ilkin baxdıqda, yəni təsəvvür yaratmaq çətin olur. Amma bu dediyim kimi ardıcıl baxdıqda, yəni nəticə əldə etmək olar. Baxın, probiontdur, yenə deyirəm təkrar, probiont
girəcək, bir qədər dəyişikliyə uğrayacaq, çevriləcək DNT-yə malik anaerob heterotrof və əgər bundan heyvan əmələ gəlsin, ilkin ekariot heyvan hüceyrəsi əmələ gəlsin deyiriksə, buna daxil olmalıdır aerob bakteriya oksidləşdirici, çünki bu çevrilir mitoxondriya. Daha sonra spiroxet, bu qamçısı hərəkət üçün lazımdır. Bir də ki, DNT-yə malik anaerob heterotrof birləşir, ilkin heyvan əmələ gətirir. O da göbələyə, bir də ki, heyvana başlanğıc verir. Bitkidə də yenə deməli DNT-yə malik anaerob heterotrofdur. Daha sonra bundan sonra deməli xloroplastı yaradan sianobakteriyadır və bir də qamçıları yaradan spiroxetlərdir. Yəni bu da ilkin bitki hüceyrəsidə ibtidai, sonra isə ali bitki. Bir də əvvəldə verilən bu şaxələrdən gördüyünüz kimi anaerob xemosintez edici nə bitki hüceyrəsində, nə heyvan hüceyrəsində bizə lazım olmadı. Bu qədər.